Avtomobil bildiyiniz elə BYD Destroyer Chimplast kimi DMI sistemi ilə yığılıb. Burada maraqlı bir məqam var. Bu avtomobildə hal-hazırda sürətli şarj yuvasıdır. Amma $1000 əlavə ödəniş etməklə bir dənə də yavaş 220 wattlıq yuvanı da əlavə etmək olur. Sonra burada 92 benzin bakıdır. Şasiyə nəzər yetirək. Deməli, burada 5 ton yük götürmə qabiliyyəti var. 4 dənə təkər arxadadır. 16 inç disklərdir. Öndə 2 təkərdir. 55 kWh-da batareyası, hər yerdə gördüyünüz kimi BYD-nin logosudur. Salonu çox genişdir, oturacaqları parça, mexaniki tənzimlənir. Bu ortadakı oturacağı yığıb, burada stəkanlıqlar və masa kimi istifadə edə bilirsiniz. Ekranı ingilis dilindədir, belə mexaniki tənzimlənir. Açarı elə bildiyiniz Destroyer kimidir. Burada deməli avtomobil 3 rejimdədir. Gördüyünüz kimi Eco, Sport və bazadır. Həmçinin də adaptiv cruise kontrolu, mexaniki tənzimlənən sükanı. Buyurun, gözləyirik, Fokar şirkəti ilə əlaqə saxlayın və ən münasib qiymətləri əldə edə bilərsiniz.